Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 6-cı sinif coğrafya iş dəftərindən harda yaşarıq mövzusunun çalışmaların izahına baxacağıq. Gəlin vaxt itirmədən birinci çalışmaya baxaq. Məkana aid olan ifadələr doğruya quş, yanlış işarələri seçin. Gəlin oxuyaq. Birinci punktumuz yazır. Məkan obyektləri yerini ifadə edir. Bəli, bu doğrudur. Bu doğrudur. Daha sonra məkan yansı təbii obyektlərdə yerləşir. Xeyr, yanlışdır. Məkanda sosial-iqtisadi obyektlər də yerləşə bilər. Bu səhvdir. Obyektlərin təsvir etdiyimiz yer xəyali məkandır. Bəli, bu doğrudur. Yəni təsvir sözü varsa bu xəyali məkandır. Daha sonra yer kürəsi məkana daxil deyil. Yanlışdır. Yer kürəsi özü bir məkandır. Daha sonra müasir texnologiyalar vasitəsilə virtual məkana səyahət edə bilir. Bəli, bu doğrudur. Burada oldu düzgün cavab. Düzgünlər oldu 1, 3 və 5. Yanlışlar oldu 2 və 4. Daha sonra ikinci tapşırığa baxaq. Şəkilə aid olduğu məkan növlərini yazın. Baxın, bizə ağacçılıq verir. Bu olacaq fiziki məkan. A oldu fiziki məkan. B-də oyun görürük. Bu olacaq bizdə virtual məkan. C-də biz düşünmə şəkli görürük. Bu olacaq bizdə isə xəyali məkan. 2-nin cavabı oldu bizdə A-da oldu fiziki. B-də oldu virtual, C-də oldu xəyali məkan. Daha sonra ifadələrə uyğun gələn sözləri altına xətt çəkib üçüncü çalışmanı işləyirik. Baxın, məkan və ya maddə coğrafiya elminin əsas anlayışlarından biridir. Burada maddə yox, məkan olacaq. Yəni coğrafiyanın əsas anlayışlarından biri məkandır. Daha sonra səyahətə getmək istədiyin şəhərin yerini təsəvvür etmək fiziki və ya xəyali məkandır. Yəni təsəvvür sözü varsa, biz burada xəyali məkan götürəcəyik. Yəni fiziki məkan olmayacaq. Daha sonra çay, dərə, göl və okean təbii və ya sosial-iqtisadi obyektlərə aiddir. Burada təbii aid olacaq, çünki insan fəaliyyəti olmadan yaranıb. Yəni sosial-iqtisadi obyekt olmayacaq. Daha sonra Sevilliyada istirahət etdiyi kəndin rəsmini internet vasitəsilə xaricdə yaşayan rəfiqəsi Leylaya göstərmək istəyirdi. Onlar xəyali və ya virtual məkanda görüşmək qərarına gəldilər. Bax, göstərmək istəyirdi, sonra bir-birinə uzaqda qalırdılar. Bu nə olacaq? Yəni, müəyyən bir platforma vasitəsilə bir əlaqə saxlayırlar. Bu olacaq nə? Virtual məkan. Yəni, sosial şəbəkələrə biz bura misal çəkə bilərik. Daha sonra restoran, bina, kitabxana və teatr təbii və sosial-iqtisadi obyektləri daxildir. Yəni, obyektlərdir. Burada biz görürük ki, restorandır, binadır, kitabxanadır və ya teatrdır. Bunları kim tikir? İnsan tikir. Yəni, insan fəaliyyəti nəticəsində yaranır. Bu təbii yox, sosial-iqtisadi olacaq. Oldu. Baxın, 1-də oldu məkan, 2-də oldu xəyali, 3-də oldu təbii, 4-də oldu virtual, 5-də oldu sosial-iqtisadi. Daha sonra şəkili təhlil et və məkan növlərinin ardıcıllığına görə yaz. Baxın, biz görürük ki, yəni bir insan xəyal edir də, nə isə bir binaları xəyal edir. Bu olacaq nə? Xəyali məkan, aldı xəyali məkan. Belə görə bir insanlar onlayn iclas təşkil edirlər. Bu nə olacaq? Virtual məkan olacaq. B olacaq virtual. C-də görürük ki, insanlar layihə üzərində çalışır və real mühitdədirlər. Bu olacaq nə? Fiziki məkan. A oldu xəyali, B oldu virtual, C oldu fiziki məkan. Daha sonra 5-ci çalışmaya baxaq. 5-ci şəkildəki məkan ölçülərinə görə kiçikdən böyüyə doğru sıralayın. Məkan ölçülərinə görə kiçikdən böyüyə doğru bizdən istəyir. Yəni, baxın, birinci C olacaq, yəni sinif otağı. Daha sonra məktəbin nə olur? Sinif otaqları olacaq Y. İkinci Y olacaq, yəni sinif otağı. Sonra məktəbin sinif otağı harada olur? Məktəbdə olur. Y-də olacaq. Daha sonra məktəb harada ola bilər, yəni bu şəkildə? Yəni Bakı şəhərində, yəni Abşeron yarımadasında ola bilər. Abşeron yarımadası hardadır? Azərbaycanda. Azərbaycan özü hardadır? Dünyada. Dünya hardadır? Günəş sistemində. Gəlin, necə oldu ardıcıllığımız? Baxın, C, Y, sonra B, sonra D, F və A. Yəni, görürük ki, birinci sinif otağı, sonra məktəb, sonra Abşeron yarımadası, sonra Azərbaycan Respublikası, sonra dünya, daha sonra isə günəş sistemi. Daha sonra 6-cı tapşırığa baxaq. 6-cı tapşırıqda bizdə belə bir uyğunluq istəyir, yəni uyğunluğu cəsməyimizi istəyir. Fiziki məkan deyir ki, baxaq,
fiziki məkana aiddir. Baxın, okean, dəniz, səhra, bataqlıq, ovalıq, çay. Baxın, bu olacaq fiziki məkan. Daha sonra xəyali məkan olacaq. Dedik ki, təsəvvür, düşünməklə bağlı sözlər varsa, bu olacaq xəyali məkan. Birinci olacaq xəyali məkan. Yəni, düşündüyümüz ev, plan, mənzərə, məktəb. Yəni, xəyali məkan, düşündüyümüz sözü varsa, təsəvvür varsa bu olacaq nə? Xəyali məkan. Virtual məkan isə CIS xəritəsi, e-dərsliklər, e-ticarət, Google xəritə, elektron deməkdir burada. Burada da olacaq. Üçə də 2 uyğun gələcək. Yəni, fiziki məkana uyğun gəldi. Okean, dəniz, səhra, bataqlıq, ovalıq, çay. Xəyali məkana oldu. Düşündüyüm plan, mənzərə, məktəb. Virtual məkana aid oldu. CIS xəritə, e-dərslik, e-ticarət, Google xəritə. Daha sonra 7-ci tapşırığa bax. A1 şəkillərini verilən məkan xüsusiyyətlərinə görə bir-birinə fərqləndirib yazın. A-da görürük dağlar verilib, sonra görürük ki, dar körfəz verilib, ovalıq verilib, yaşıllıq verilib. B-də isə görürük ki, hündür mərtəbəli binalar, yollar, ticarət mərkəzləri və digər obyektlər verilib. Və bunları bizdən fərqləndirir. Görək bunlar hansı obyektlərə aiddir. A görürük ki, təbii obyektə aiddir. Yəni, burada dağ var, körfəz var, meşələr var. Bu olacaq təbii obyektlərə. B isə olacaq nə? Sosial-iqtisadi obyektlərə, yəni insan fəaliyyəti nəticəsində yaranan obyektlərə. Yəni, burada olacaq binalar, ticarət mərkəzləri, yollar, sonra və digər obyektlərdə, necə deyirlər, sosial-iqtisadi obyektlərə daxildir. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Bu qədər.